Şərqi Zəngəzurun yaşıl tacı, Füsunkar Çınar meşəsinin yurdu olan Zəngilandayıq. İndiyə qədər birlikdə çox yerlərə getdik. Çox gözəl şəhərlər, kəndlər, dağlar, meşələr gördük. Amma bu dəfəki gəlişimiz tamam başqa idi. Yolumuzda Araz çayını da gördük. Tarixə şahidlik edən bu çayın sahilində dayanmaq, suyuna baxmaq belə insanda qəribə və dərin hisslər oyadır. Yol boyu mənzərələrə baxmaq belə adama zövq verir. Bizim bu səfərimizin bir səbəbi də var. Ağalıda bizi çox mehriban bir ailə qonaq dəvət edib. Beləcə Zəngilan səfərimiz həm gəzinti, həm də gözəl insanlarla tanışlıq və birlikdə vaxt keçirmək üçün fürsətə çevrilir. Və baxdıqca insan burada görülən işləri hiss edir. Bir vaxtlar həyatın olmadığı bu yerlərdə bugün evlər, yollar, iş yerləri, müxtəlif obyektlər və yeni həyat var. Ən gözəli isə insanların burada yenidən öz həyatlarını qurmasıdır. Uşaqların səsi, insanların gündəlik həyatı, kənddəki hərəkətlilik, bütün bunlar insana böyük bir sevinç verir. Qaldığımız evin balkonundan kəndə baxanda isə qarşımızda çox gözəl bir mənzərə açılır. Ağalının sakitliyi, təmiz havası və ətrafdakı təbiət insanı bir müddət sadəcə baxıb düşünməyə vadar edir. Biraz dincəlib yeməyimizi yeyirik və sonra yenidən yola çıxırıq. Çünki Zəngilanı gəzmək üçün qarşımızda hələ çox yer var. İşğaldan azad olunmuş torpaqlarımıza səfər mənim üçün tamam başqa hisslər yaradır. Bu torpaqlarda bugün rahat addımlaya bilməyimiz, bu gözəllikləri görə bilməyimiz heç də asan başa gəlməyib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə can sağlığı. Onların sayəsində bugün biz bu torpaqlara yenidən qayıda və bu gözəllikləri görə bilirik. Kəndi biraz gəzir, ətrafına nəzər salırıq. Sonra yolumuz bizi dağların arasından keçən yaşıllıqlara aparır. Təbiət getdikcə daha da gözəlləşir. Bu səfərdə həm də böyük bir həyəcan, həm qürur, həm də sözlə ifadə etmək çətin olan qəribə bir hisslər var. Çünki bu dəfə sadəcə yeni bir yerlərə getmirdik. İllər sonra yenidən özümüzə qayıdan torpaqlarda gəzirdik biz. Gəlin görək bu 2 gündə biz nələri gördük, nələrə şahid olduq. Və nəhayət budur, Qotur su deyilən yerə çatırıq. Qotur su Zəngilanın təbii gözəlliklərindən biri kimi tanınır. Buradakı suyun tərkibində olan mineral maddələrə görə bu mənbənin xalq arasında müalicəvi xüsusiyyətləri ilə bağlı inanclar var. Ətrafdakı dağlar, meşəliklər və suyun sərinliyi isə buranı xüsusilə maraqlı edir. Təbiətin qoynunda belə bir yeri görmək həqiqətən çox xoş hissdir. Və budur artıq, indi görəcəksiniz. Baxın orada qayalığın, yəni daş hissənin önündəki su olan hissə. Və buradan ayrıldıqdan sonra yenidən Zəngilanı gəzməyə davam edirik. Yol boyu diqqətimizi çəkən ən gözəl məqamlardan biri də burada həyatın bütün sahələrinin tədricən formalaşmasıdır. Marketlər, gözəllik salonları, müxtəlif iş yerləri və gündəlik həyat üçün lazım olan obyektlər artıq fəaliyyət göstərir və gördüyümüz məscid də səfərimizin xüsusi məqamlarından biri olur. Məscidlər bizim üçün sadəcə ibadət məkanı deyil, həm də tariximizin və mənəvi dəyərlərimizin bir hissəsidir. İşğaldan sonra yenidən qurulan bu torpaqlarda dini və mədəni həyatın da bərpa olunması xüsusi əhəmiyyət daşıyır. Ağalıda meyvə bağlarını da görürük. Torpağın yenidən canlanması, yeni bağların salınması və əkinçilik ənənələrinin bərpası burada həyatın necə sürətlə geri qayıtdığını da artıq göstərir. Sonra ərazidəki otellərə də nəzər salırıq. Müasir şəkildə qurulan bu məkanlar gələcəkdə Zəngilana gələcək qonaqlar üçün, turistlər üçün həm rahat istirahət, həm də bu gözəl bölgəni daha yaxından tanımasına imkan yaradacaq. Beləcə Zəngilanda 2 günümüz keçir. 2 gün ərzində həm gözəl yerlər gördük, həm yeni insanlarla tanış olduq, həm də bu torpaqlarda qurulan yeni həyatın bir parçasına şahidlik etdik. 2-ci günün sonunda yenidən qaldığımız evə qayıdırıq. Günün yorğunluğunu birlikdə çay sürfəsi arxasında çıxarırıq. Bir fincan çay, səmimi söhbət və gün ərzində yaşadığımız gözəl anların xatirəsi. Və beləcə bizim Zəngilan səfərimiz də sona çatır. Bu səfərdən yaddaşımızda çoxlu gözəl görüntülər, xoş xatirələr və ən əsası torpaqlarda yenidən qurulan həyatın verdiyi böyük bir sevinc qalır. Zəngilan, səninlə tanış olmaq çox gözəl idi. İnşallah bu torpaqlarımızda həmişə sülh, sevinc və firavanlıq hökm sürər. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Yeni yollar, yeni şəhərlər və yeni hekayələrlə növbəti videolarımızda görüşənədək. Özünüzdən müğayət olun, sağ olun, hələlik.